sözüm də gənc qadınlar, hicab əhli olan bacılarımız üçündür. Həyasını və libasını qoruyan bacılarımız üçündür. Hansı ki, onun geyimi, hicabı ona heybət vermişdir. Allahın nuru onu ucaltmışdır. Bəli, Allahın nuru. Onur ki, asiyə verilmir. Harda olursan ol, bazarda, küçədə, işdə, universitetdə, çalış ki, sabit qalasan. Hər yerdə sizi alçaltmaq istəyənlər olacaq. Sizi lağ etmək istəyənlər olacaq. Onlara uymayın. Onlar sizin heybətinizi, sizin nurunuzu əlinizdən almaq istəyirlər. Onlar Allahın onlara verdiyi gözəllik nimətini asilikdə istifadə edirlər. Nimətə şükr etmək əvəzinə asi olurlar. Sizin bu şəkildə çıxmağınız bəzi qəlbləri sevindirir, bəzi qəlbləri isə hüzünləndirir. Ey bacım, çalış hicabını qoru. Sənə evdə, işdə əziyyət verənlər olacaq. Hətta ərin ola bilsin ki, sənə hicabına, dininə görə əziyyət versin. Unutma ki, onların ən üstündə olan, yerin və göyün sahibi olan, bu dünyanın və axirət əbədi həyatın sahibi olan, Rəhmən və Rahim olan Allah səni görür. Bax, Allah-u Teala Qur'an-ı Kərimdə Əş-Şüara surəsində nə buyurur? Əl-ləzi yərəkə xeynə təqum və təqallubəkə fis-səcidin. O səni namaza duranda da görür, səcdə edənlər içində hərəkətini də. Gəlin dinimizi qoruyaq. Bilirsinizmi ki, Allah kimin üçün təəccüblənir? O şəxs ki, cavandır, güclüdür, hər günahı etməyə gücü çatır. Ancaq Allah üçün o günahı tərk edir. Allah onun bu əməlinə təəccüblənir, sevinir. Əgər Allah sənin etdiyin şeyə görə təəccüblənirsə, sevinirsə, gör Rəbbinin sənin üçün olan mükafatı necə olacaqdır. Əgər itaat üzərində olarsansa, onunla görüşənə qədər sabit olarsansa, bu din üzərində ibadətini ixlasla və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun bir şəkildə edərsənsə, Allah-u Teala qiyamət günü heç bir kölgənin olmadığı bir gündə səni Rəbbin ərşinin kölgəsində kölgələndirəcəkdir. Allahdan uzaqlaşma. Dünya həyatı, bərbəzəyi bizi aldatmasın. Allaha dönək. O bizə analarımızdan daha mərhəmətlidir. Tövbə edənin tövbəsini qəbul edəndir. Allah Teala buyurur ki: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah." De, ey özlərinə zülm etməkdə hədd aşan qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. Tövbə etdiyiniz zaman Allah Teala bütün günahları bağışlayandır. Allah Teala tövbə etdiyimiz zaman tövbələrimizi qəbul edəndir. Etdiyimiz günahların üstünü örtəndir. Bir şey istədiyimiz zaman o şeyi bizə verəndir. Bilmək lazımdır ki, biz əgər Rəbbimizə dönməsək, Rəbbimizə itaat etməsək, bizi qiyamət günü Allahın əzabından kim xilas edə bilər ki? Şübhə yoxdur ki, o günün sahibi, din gününün sahibi Allah Subhanahu və Teala'dır. Və bugün bizim də o günü nicat tapmağımıza səbəb olan amillərdən, əməllərdən biri də Rəbbimizə iman gətirməmizdir. Rəbbimizin əmrlərini yerinə yetirib qadağan buyurduğundan çəkinməmizdir. Rəbbimizi ucaltmağımızdır, şirkdən onu uzaq tutmağımızdır və Peyğəmbəri sallallahu aleyhi və səlləmə tabi olmağımızdır. Qıldığımız namazlardır, tutduğumuz oruclardır, verdiyimiz sədəqələrdir, söylədiyimiz gözəl sözlərdir. Bunlar qiyamət günü bizim üçün bir xəzinə olaraq tapılacaqdır. Allahdan istəyirik ki, Allah-u Teala bizi razı qaldığı şəkildə bu dünyadan köçməyi nəsib etsin və özü ilə görüşdüyümüz zaman sevinən qullardan etsin və qiyamət günü kitabımızın sağ əlinə verilənlərdən etsin və sevinərək "İqra'u kitabiyə", kitabımı oxuyun deyənlərdən olmağı bizə nəsib etsin. Ailələrimizlə, evladlarımızla, valideynlərimizlə, qardaş və bacılarımızla və bütün yaxınlarımızla Allah-u Teala bizi Firdevs cənnətinə sorğu-sualsız girməyi nəsib etsin. Amin. Subhanakallahumma və bihamdik.
Neşhedü en la ilahe ent nestağfiruke ve netubu ileyk.